Salam uşaqlar, indi sizinlə 2024 MHM kitabından ümumi sınaq 1-ə baxacağıq. Əvvəlcə yaxşı olar ki, sınağı özünüz yazasınız, daha sonra video qeydə baxa bilərsiniz. Deməli, bizdən işarələrin təyin olunmasını istəyir. Biz bu misaldan həqiqi ədədlər bölməsində tanışmışıq. Bizə deyir ki, işarələrini təyin edin. İşarələri necə təyin edirik? Bizə deyir ki, A kvadratı BS 0-dan böyükdür, AB kvadratı 0-dan kiçikdir. Biz dəqiq olaraq bilirik ki, B kvadrat hər zaman müsbətdir. B kvadratı müsbət. Müsbəti nəyə vurduqda mənfi eləyir? Mənfiyə. Deməli, A-nın işarəsini buradan təyin edirik ki, A hər zaman, deməli, A necə ədəddir? Mənfi ədəddir. Keçirik S kvadratı B-yə. S kvadratı B-də. S kvadrat hər zaman müsbət ədəddir. Kvadratda cüt dərəcədəndir. Deməli, B isə elə bir ədəd olmalıdır ki, müsbəti elə bir ədədə vurmalıyıq ki, müsbət eləsin. Deməli, B-də necədir? Müsbət. B-ni də müsbət tapdıq. A kvadratı hər zaman dedik ki, müsbət olacaq. Çünki cüt dərəcədəndir. B, biz onsuz da müsbət olaraq tapmışıq. C-dir. Müsbəti müsbətə vurduqda müsbət. Nəyə vururuq ki, müsbət eləsin, yenidən 0-dan böyük eləsin? Deməli, C ədədi nə olmalıdır? Müsbət ədəd olmalıdır. C-ni də götürürük ki, C də müsbət ədəddir. C də 0-dan böyükdür. Onda baxırıq ki, mənfi, müsbət, müsbət. Yəni, C variantı doğrudur. Keçirik ikinci misala. İkinci misalda sadələşdirəcəyik mötərizələri bir-bir vurub 3x-a, 3y-a. Yazırıq ki, 3x üstə gəlsin 3y, 2-ni 4x-a vururuq, üstə gəlsin 8x, 2-ni mənfi 2y-a vururuq, çıxılsın 4y. Toplanılsın 3x. İfadəni sadələşdirdikdə bizə qalacaq deməli 14x çıxılsın y. X-in yerinə 3 qoyuruq, y-in yerinə mənfi 3. 14-ü çevranda 42 çıxılsın mənfi 1. 43 eləyəcək, yəni A variantı doğrudur. Daha sonra üçüncü misala baxırıq. Bizə deyir ki, bərabər yanlı üçbucağın tərəfləri 7 və 3 cm olarsa onun perimetrini tapın. Bərabər yanlı üçbucaqdan söhbət gedir. Bərabər yanlı üçbucağın tərəfləri nə qədərdir deyir? 7. Oturacağı nə qədərdir? 3. Biz hardan bildik ki, yan tərəfləri 7-dir, bəlkə 3 idi. Üçbucağın tərəf bərabərsizliyinə görə əgər yan tərəfləri 3 versək, oturacaq 7 olardı. Tərəf bərabərsizliyində isə deyirik ki, iki tərəfin cəmi nə olmalıdır? Digər üçüncü tərəf, yəni 7, digər iki tərəfin cəmindən kiçik olmalıdır. Amma 3 topla 3 6 edir, kiçikdir. Deməli, bu tərəf bərabərsizliyinə ziddir. Baxırıq hansı tərəflərə? 7, 7, 14. Baxın, 3 onların cəmindən kiçikdir. Fərqindən isə böyükdür. Onda perimetrini tapırıq. Perimetri nəyə bərabərdir? 7 topla 7 topla 3, 17-yə. O da eləyəcək D variantı. Perimetr bütün tərəflərin cəmidir. Məxrəcin irrasionallıqdan azad olunmasını istəyir. Məxrəci irrasionallıqdan azad eləmək üçün qoşmasına vuracaq. Amma əvvəlcə sadələşdirək. Hər ikisindən ortaq vuruq olaraq məxrəcdə kök altında 5-ci dərəcədən 5-i çıxardırıq. 60-ı 5-ə böldükdə qalır 12. Deməli, 5-ci dərəcədən 12. Bunu böldükdə də qalır 1. Kök altında 5-ci dərəcədən 5-i böləndə qalır 1. Surətdə də qalır 5-ci dərəcədən 12 çıxılsın 1. Olduğu kimi köçürdüm. Bunlar ixtisar olundu. Qaldı nə? 1 bölünsün 5-ci dərəcədən 5. Məxrəci irrasionallıqdan azad etmək üçün qoşmasına vururuq. Kökün dərəcəsi 5-dir, bunun üstü isə 1-dir. Kökün dərəcəsinə tamamlayacaq. Yəni ki, 5-ci dərəcədən 5 üstü 1-i, 5-ci dərəcədən 5 üstü 4-ə vururuq. Onda sürəti də vururuq 5 üstü 4, 5-ci dərəcədən bərabərdir. 5-ci dərəcədən 625 bölünsün 5. Çünki bunlar bir-birinə vurduqda üstlər toplanılır. Olacaq 5-ci dərəcədən 5 üstü 5. 5-lər gedir, qalır nə? 5. Hansı variantdır? A variantı doğrudur. Keçirik 3-cü misala. Bizə deyir ki, paralelogramın iti bucağı 60 dərəcə olarsa kör bucağını tapın. Paralelogramın bir iti bucağı, bir kör bucağının cəmi 180 dərəcə eləməlidir. Onda olur nə? C variantı doğrudur. C variantı. Daha sonra bizdə verib bərabərsizliklər sistemi. Bərabərsizliklər sistemində bərabərsizlikləri ayrı-ayrı həll edib onların kəsişməsini tapmalıyıq uşaqlar. 3A çıxılsın 8 böyükdür 4-dən, mənfi 8-dir. Keçir digər tərəfə müsbət 8. 3A böyükdür 12-dən, A da böyükdür 12-ni 3-ə bölürük 4-dən. Daha sonra digərinə baxırıq ki, 5A toplanılsın 4 kiçikdir bərabərdir 29-dan. Müsbət 4-dür. Keçir digər tərəfə mənfi. 5A kiçikdir bərabərdir 25-dən. A da kiçikdir bərabərdir 5-dən. Onda baxırıq ki, 4-dən necə olmalıdır? Böyük ədədlər.
5-dən isə necə ədədlər olmalıdır? Kiçikdir, bərabərdir. Kiçikdir, bərabərdində belə işarə edirik. Hansı aralığa düşəcək bizdə? 4 və 5 aralığına düşür. Yəni, B variantı doğrudur. Keçirik 7-ci suala. Bizə deyir ki, oxşarlıq əmsalı 2-dir. Oxşarlıq əmsalı 2-dir dedikdə, oxşarlıq əmsalı biz K ilə işarə edirdik. Deyirdik ki, K-sı 2-dir. Böyük fiqurun sahəsi 28-dir. Sahə ilə bağlı olanda deyirik ki, sahələr nisbəti bizə K-nın kvadratını verir. Lakin tərəflər nisbəti olsaydı, A1-in A2-yə nisbəti, perimetrlər nisbəti olsaydı, tən bölənlər, medianlar nisbəti olsaydı və s. hündürlüklər nisbəti olsaydı, radiuslar nisbəti olsaydı, fərq eləmir bu böyük yer, kiçik yer, hamısı bunların müəyyən bir K ədədinə bərabər idi. Bizə deyir ki, böyük fiqurun sahəsi 28-dir. Yəni ki, yazırıq ki, 28 bölünsün S2 bərabərdir K-nın kvadratına. 2-nin kvadratı eləyəcək 4. S2 də bərabərdir 28-i bölürük 4-ə eləyəcək 7. Deməli, ikinci fiqurun sahəsi neçəymiş? 7. Bu keçdi. Keçdik digər sualımıza. Bizə deyir ki, nisbəti tam ədədlərlə əvəz edin. Nisbəti tam ədədlərlə əvəz etmək üçün məxrəci irrasionallıqdan məxrəci yox eləmək lazımdır. Ona görə də 4, 5, 3 məxrəcə əkob tapırıq. Məxrəclərə əkob tapanda yazırıq ki, əkob 4, 5, 3. Bunlara əkob tapıram ki, bizdə 60 verir. Daha sonra hər bir kəsiri 60-a vururum. Kəsirləri də tam ədədə vurduqda nə edirdik? Məxrəcə bölüb surətə vururduq. Yazırıq 60 vurulsun 4-də 3. Bizə verəcək 60-ı 4-ə ixtisar edirik 15, 15 3-ə vurduq 45. 60 vurulsun 5-də 2, 60-ı bölürük 5-ə 12, 12-yə 2-yə vururuq 24. 60 vurulsun 3-də 1, 60-ı bölürük 3-ə 20, 20-yi 1-ə vururuq 20. 45, 24, 20. O da olacaq C variantı. Keçirik növbəti suala. Deyir, 16 nəfərlik qrupdan 3 nəfərlik qrup rəhbərlərini neçə üsulla təyin etmək olar? Deməli, biz bunu necə həll edirik? Kombinizonla. Kombinizon 16-dan 3. Hesablanılmasında yazırıq ki, 16 faktorial bölünsün. 16-dan 3 çıxırıq. 13 faktorial vurulsun. Bir də buradakini özün yazırıq. 3 faktorial. Bərabərdir. 16 faktorial 16-ya qədər verilmiş ədədlərin hasildir. Bunu biraz sadələşdirək. 16 vur 15 vur 14 vur 13 faktorial yazıram. Nəyə görə 13-də dayandım? Çünki məxrəcdəkindən ixtisar gedəcək. Vurulsun. 3 faktorial da 3-ə qədər ədədlərin hasilidir. Bunlar ixtisar gedir. 15 vur 16 vur 14 böl 6 bizə verəcək 560. Yəni C variantı doğru olmuş olur. Ümumən kombinizonun düsturuna gəlsək, kombinizonun düsturu belədir. Kombinizon M-dən N bərabərdir M faktorial bölünsün M çıxılsın N faktorial vurulsun N faktorial. Daha sonra gəlirik hansı varianta, hansı misala? Deməli, bizdə gəlir 10-cu sual. Deyir, iki düz xətt kəsişlikdə alınan qonşu bucaqların tən bölənləri arasındakı bucaq. İki düz xətt kəsişlikdə alınan qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90 dərəcədir. Qayda olaraq yazdırmışıq dəftərimizə D variantı. Ümumən misal olaraq baxırıq ki, deməli, bizə deyir ki, qonşu bucaqlardır. Biri 60 dərəcədir, biri 120 dərəcədir. Biri 60, biri 120. Daha sonra baxıram ki, bunların tən bölənləri arasındakı bucaq. Tən bölən bunu yarıya bölür, 30. Bunu yarıya bölür, 60, 60. Bunlar arasındakı, baxın, bu göy xəttlər arasındakı bucaq neçə dərəcədir? 60-ın 30-un cəmi 90. Yəni, qayda olaraq da yadınızda saxlaya bilərsiniz. Misal olaraq da özünüz yazıb göstərə bilərsiniz. Qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90-dır. Qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq 180 dərəcəyə bərabərdir. Keçirik 11-ci sual. Tənliklər sistemini istəyir. Tənliklər sistemini həll eləmək üçün iki üsulumuz var idi. Ya tərəf-tərəfə toplama idi, ya da ki, əvəz etmək üsulu idi. Gəlin belə eləyək. Tərəf-tərəfə toplama üsulundan istifadə eləyək. Tərəf-tərəfə toplamada nə inirdik? Ya x-in, ya y-in əmsallarını eyniləşdirirdik. Eyniləşdirib islah eləyirdik. Biri mənfi, biri müsbət olmalıdır. Gəlin burada hər tərəfi 2-də 1-ə vuraq. Hər tərəfi 2-də 1-ə vursaq, 2-də 1-i x bölünsün 3-ə vururam. Olacaq x bölünsün 6. Baxın, 2-yi 3-ə vururam 6, 1-i x-ə vurdum. Üstə gəlinsin, y bölünsün 8, bərabərdir. 4-ü 2-də 1-ə vururam. Neçə eləyəcək? 2. Daha sonra hər tərəfi burada 2-də 1-ə vururuq. 2-də 1-ə vuranda eləyəcək 2x bölünsün 6, çıxılsın. Y bölünsün 2-də 1-ə vururuq. Deməli, y bölünsün. Gəlin,
Yox, bunu 2-də 1-ə vurmayaq. Bu olduğu kimi qalsın. Hər tərəf vurmayaq. Bu qalsın 2x bölünsün 3, çıxılsın y bölünsün 8 bərabərdir 3. Aha, indi tərəf-tərəfə toplayaq. Burada baxıram ki, y böl 8 müsbət, burada müsbət, aşağıda mənfi. Bunları toplayanda islah olunur. Bunları toplayıram. Toplamaq üçün ortaq məxrəc edirəm. X bölünsün 6, üstə gəlinsin 2x bölünsün 3, bərabərdir 2 ilə 3-ün cəmi 5. Ortaq məxrəc elədikdə 6 olur. 6 olması üçün hər tərəfini 2-yə vururuq. X üstə gəlinsin 4x. Eləyəcək 5x. Bərabərdir 5-ə. X-i tapmaq üçün 5-i vururuq 6-ya, bölürük 5-ə. 5 vurulsun 6 bölünsün 5. Və ya belə yaza bilərəm. 5x bərabərdir. 5 6-ya vuranda 30. X bərabərdir 6. Yenə də eyni şeydir. Gətirdik. Bu da oldu C variantı. Keçdik 12-ci suala. Balakən sözündəki müxtəlif hərflər çoxluğu n-a-nı istəyir. N-a nə deməkdir? A çoxluğunda elementlərin sayı. Deyir, A çoxluğu oradakı müxtəlif hərflərdir. Yəni B, A, L, K, Ə, bir də N. Neçə hərfimiz oldu? 6 hərfimiz. Deməli, A variantı doğrudur. N-a dedikdə oradakı sayı istəyir. Keçirik 13-cü sualı. 13-cü sualda bizə deyir ki, nöqtəsindən mərkəzi 5-8 nöqtəsində olan, radiusu da 3 cm olan çevrənin ən uzaq nöqtəsinə qədər məsafə. Gəlin belə eləyək. Söhbət çevrədən gedir. Bizə deyir ki, mərkəzi hansı nöqtədədir? 5-8 nöqtəsindədir. Yazırıq bura 5-8. Bura hansı nöqtədir? -3, 7 nöqtəsi. Radiusu da 3 cm-dir deyir. Deməli, neyniyək uşaqlar? Ən uzaq nöqtəyə qədər məsafə dedikdə, baxın, buranı nəzərdə tutur. Yəni, bu tutaq ki, A nöqtəsindən C nöqtəsinə məsafəni nəzərdə tutur. Ən yaxın desəydi, B-yə qədər məsafəni nəzərdə tutardı, A-dan B-yə. Mərkəzə qədər də A-dan O-ya qədər məsafəni. Bizə deyir ki, radiusu 3-dür. Radiusu 3 götürdük. Biz neyniyək? Biz iki nöqtə arasındakı məsafə düsturundan istifadə edək. Baxın, A-dan O-ya qədər iki nöqtə arasındakı məsafə düsturu. Baxırıq nəyə? A-O bərabərdir. -3-dən 5-i çıxırıq. Eləyəcək -8. Demək, düsturunu yazım əvvəlcə. X2 çıxılsın x1-in kvadratı. Üstə gəlsin y2 çıxılsın y1-in kvadratı. Düsturumuz bu idi. Misal olaraq yazırıq indi. Yazırıq ki, A-O bərabərdir. Deməli, -3-dən 5-i çıxırıq. -8. -8-in kvadratı 64. Üstə gəlinsin. 7 çıxılsın -8 eləyəcək 15. 15-in kvadratı 225. Bunları da hesabladıqda eləyir 289, yəni 17. Buranı da yazdıq 17. Buradan bura qədər məsafə 17-dir. Bu hissəyə də 3 var. Deməli, 17-nin də üstünə 3-ü gəlirik. Eləyəcək nə qədər məsafə? 20. Yəni, D variantı doğrudur. Daha sonra keçirik 14-cü suala. Bizə deyir ki, 5-də 1 hissəsi ilə 3-də 2 hissəsinin cəmi 26 olan ədədin 6-da 5 hissəsini tap. Mən bilmirəm hansı ədəddir. Ona görə x-in götürürəm. X-in 5-də 1-ni tapanda 5-də 1x, üstə gəlsin 3-də 2x. Nəyə bərabərdir deyir cəmi? 26-ya. İndi gəlin belə eləyək. Bunları topladıqda 5-də 1-lə 3-də 2-ni 15-də hər tərəfini 3-ə vururuq. Burada isə hər tərəfini 5-ə vururuq. Onda yazırıq 3, üstə gəlinsin. 2-ni 5-ə vurduqda 10. X bərabərdir 26. Yəni ki, 13 bölünsün 15x bərabərdir 26. X də bərabərdir 26 vurulsun 15 bölünsün 13. İndi bunu da hesabladıqda bizə verir 30. Sizə deyir ki, bu ədədin, yəni 30-un 6-da 5 hissəsini tapın. 30-u vururuq 6-da 5-ə. 30-u 6-ya ixtisar eləyirik 5. 5-i 5-ə vururuq. Deməli, 5 qalır. 5-i 5-ə vururuq 25. Hansı variantdır? D variantı. Daha sonra keçirik 15-ci suala. Bizə deyir ki, ifadənin qiymətini tapın. Bunu da müxtəsər vurma düsturları işlədikdə işləmişik bu misalı. Əvvəlcə ortaq məxrəc eləyirik. 44, 22, 44, ortaq 44. Ona görə 2-yə vururuq. 22-ni 2-yə vururuq deyə sürəti də 2-yə vururuq. İndi ortaq məxrəc olacaq 44, sürət olacaq 21-in kvadratı, üstə gəlinsin 2 vurulsun, 21 vurulsun, 23, üstə gəlinsin 23-ün kvadratı. Sürət bizə nəyi verəcək? Sürət bizə A toplanılsın B-nin kvadratını verəcək. Onda yazırıq ki, 21 üstə gəlinsin 23-ün kvadratı, bölünsün 44. 44-ün kvadratını 44-də böləndə qalacaq nə?
B variant. Onda keçirik digər misalımıza. Düzgün altıbucaqlının D tərəfi 8-dir, böyük diaqonal nə qədər? Düzgün altıbucaqlının böyük diaqonalı D böyük hesablanılır 2A ilə. Kiçik diaqonalı isə hesablanır. A kökdə 3 bölünsün 2 ilə. Bu qaydaları qeyd edib mütləq şəkildə öyrənin. Tərəfi 8-dir deyir. 2 vuruq 8-ə eləyəcək 16. Cavab 16. Deyir ki, kvadrat tənliyin yeganə həlli var. Kvadrat tənliyin yeganə həlli olması üçün deməli nə olmalıydı? Diskriminant sıfıra bərabər olmalıdır. Əgər diskriminant sıfırdan böyükdürsə 2 müxtəlif kökü var idi. Diskriminant sıfırdan kiçikdirsə həqiqi kökü yox idi. Bizə deyir yeganə kökü var və ya 2 bərabər kökü var. Hər ikisində diskriminant sıfıra bərabərdir. Diskriminantın düsturu nədir? B kvadrata çıxılsın 4AC. B kvadrata çıxılsın 4AC. İndi bunu hesablamaq üçün nə edirik? Deməli, gətiririk, hesablayaq. Diskriminant bərabərdir. B kvadratı, B'si X-in əmsalıdır, yəni K-nın kvadratı, çıxılsın 4 vurulsun. A-sı X kvadratın əmsalıdır, yəni 3. C-si isə sərbəst həddir, yəni 8. Deməli, nəyə bərabər olmalıdır? 0-a. K kvadratı çıxılsın 96 bərabərdir 0-a. K kvadratı bərabərdir 96-ya. K da bərabərdir kök altında 96. 17-ci sualın cavabı kök altında 96. Bunu da kökdən çıxardıqda 16-na 16 vur, daha doğrusu 96-na 16 vurulsun 6 yaza bilərik. 16-dan kök çıxır 4. 6 da qalır kökün altında. Çünki heç bir kök çıxmır. 4 kökdə 6. Keçirik 18-ci suala. Bizə deyir ki, silindirin tam səthinin sahəsini istəyir. Silindirin tam səthinin sahəsi. Silindirin tam səthinin sahəsi S tam bərabərdir. S yan üstə gəlinsin. 2 dənə də S oturacağı var. S oturacaq. Bərabərdir. Silindir bu formadaydı. Deməli. Silindirin oturacaqlar dairə idi. S tam bərabərdir. S yan üstə gəlsin 2S oturacaq. Gəlin belə eləyək. S yan nəyə bərabərdir? 2πrh üstə gəlsin. S oturacaq pi r kvadratıdır. Bunda 2'ye vuruq. 2πr kvadratı. Ortaq vuruq 2πr h-ı çıxarda bilərik. 2πr-i çıxarda bilərik. Qalar h üstə gəlsin r və ya birbaşa gətirib yerinə də qoya bilərsiniz. Radiusu 5-dir deyir. R-in yerinə 5 qoyacaqsınız. H-ın yerinə isə 2. Bunu da hesabladıqda bizə verəcək. Deməli 70 pi. 70 pi. Daha sonra keçirik digər suala. Digər sualımızda bizə nə istəyir? Bizə deyir ki, mərkəzi O olan çevrədə bucaq C 20 dərəcədir. Bucaq C. Baxıram hansına? Bucaq C 20-dirsə, deməli bu daxilə çəkilmiş bucaq. Söykəndiyi qövs olacaq 40. Bu diametrdir bizdə. Diametr. Çevrəni 2 bərabər hissəyə bölür. Yəni 360-sa 180 bölməlidir. Onda 40-ı buradırsa 140-ı da bu hissəyə qalacaq. Baxıram indi hansı hissəyə? Mənə verilən bir toxunan, baxın bu toxunan, AB toxunanı bir də kəsəndir. Toxunan və kəsən arasındakı B bucağını istəyir bizdən. Toxunan və kəsən arasındakı bucağı tapmaq üçün də nə edirdi? Uyğun qövslərin fərqinin yarısına bərabərdir. Yəni 140 çıxılsın 40, 140 çıxılsın 40, bölünsün 2. Nəyə bərabərdir? 50 dərəcəyə. Daha sonra keçirik 20-ci suala. 20-ci sualda bizə nə deyir? Deyir ki, M üstəgəl N çıxılsın K ifadəsinin qiymətini tapın. Gəlin bilək, alt-alta çıxaq. M, N, K, 7. Biz nə deyirdik? Bu 4 rəqəmli hər hansısa bir ədəddir. Çıxılsın M, N, K. Nəyə bərabərdir deyir? 3427-yə. Gəlin belə eləyək. 7-dən nəyə çıxsaq? 7 eləyir. Deməli, K 0-a bərabərdir. Bu birincisi. İkincisi baxıram ki, K 0-dırsa 0-dan nəysə çıxıb 2 ala bilmərəm. Deməli, N-dən 1 onluq verib. N-dən 1 onluq veribsə 10, ondan nəyə çıxıb 2 alıb? N 8-dir. N-i tapdıq 8. N-i 8 tapandan sonra 8-dən 1 onluq verib artıq 7-dir. 7-dən nəyə çıxanda 4 eləyir? M də bərabərdir 3-ə. Sizdən də istəyir ki, 3 üstə gəl 8 çıxılsın 0 bərabərdir 11-ə. Keçirik 21-ci sualı. 21-ci sualda absis oxunu kəsdiyi nöqtəni istəyir. Absis oxu x oxudur. X oxunu kəsirsə, o x oxunu kəsirsə, deməli digəri, yəni y-ı 0-a bərabərdir. Gətirib yazırıq.
Y bərabərdir 5x topla 9 deyil. Yazıram 0 bərabərdir 5x topla 9. Bu müsbət 9-dur. Keçir digər tərəfə -9. Yazıram -9 bərabərdir 5x-a. X də bərabərdir. -9-u 5-ə böldükdə bizə verəcək, deməli, -1,8. X-i -1,8, Y-i isə 0. Hər zaman birinci X-in, ikinci Y-in koordinatını yazmağı unutmayın. Keçdik 22-ci suala. Düzbucaqlının uzunluğu eninin 2 mislindən 1 metr uzundur. Deməli, düzbucaqlının deyir uzunluğu eninin 2 mislindən 1 metr uzundur. Eni olsun x, uzunluğu olsun 2x toplansın 1. 2 mislindən, yəni 2x, 1 metrdə uzunluq plus 1. Sahəsi isə nə qədərdir deyir? Sahəsi də 300-də bərabərdir. Sahəsini tapmaq üçün nə edirik? N-ni vururuq uzunluğuna. 2x topla 1 bərabərdir 300-ə. Hesablayırıq. X-i 2x-ə vururuq. 2x kvadrat toplanılsın x. Bu müsbət 300-dür. Keçir digər tərəfə -300. Bərabərdir 0-a. Kvadrat tənliyin hər üsullarından biri diskriminantdır. Diskriminant bərabərdir b kvadratı çıxılsın 4ac. Biz də deyirik ki, bx-in əmsalıdır. Heç nə yoxdursa 1 deməkdir. 1-in kvadratı 1, çıxılsın 4 vurulsun a-sı 2, c-si də -300. Bunları da hesabladıqda bizə nəyi verəcək? Bunları da hesabladıqda bizə deməli verəcək 2401 səhv etmirəmsə, kökdən də çıxacaq 49. 49-u hesabladıqdan sonra yazırıq x1 bərabərdir. -b toplansın kök altında diskriminant bölünsün 2 adı düsturumuz. B-si müsbət 1-dir. Əksin götürürük. -1 topla 49 bölünsün 2 vurulsun 2. Yəni 4. Bunu da böləndə neçə eləyəcək? 12. Digər kökünü hesablamıram çünki mənfi alınacaq. Digər kökü -b çıxılsın kök altında diskriminant bölünsün 2 adı. Uzunluq da mənfi ola bilməz. Deməli bunun eni 12, uzunluğu isə 25-dir. Perimetrdə də perimetri necə tapırıq düzbucaqlının? P bərabərdir 2 vurulsun, A üstə gəlsin B. Yəni ki, 2-ni vururuq, 12 üstə gəlsin 25-ə. Hesabladıqda neçə eləyəcək? Bu da bizə verəcək 74. Keçirik digərinə. Digər bizdə nədir? Üçbucağın sahəsini istəyir. 3 dənə tərəf verilib üçbucağın sahəsini tapmaq üçün Heron düsturundan istifadə olunur. Heron düsturu S bərabərdir. Kökün altında P vurulsun, P çıxılsın A, P çıxılsın B, P çıxılsın C. Bunu hesabladıqda P-ni hesablayırıq. P nəyə bərabərdir? 12 toplanılsın 14, üstə gəlilsin 10, bölünsün 2. Bərabərdir. Bunları hesablayırıq. Yarım perimetri tapırıq əvvəlcə. Çünki buradakı P yarım perimetrdir. Yarım perimetrini tapdıqda bizə verəcək 18. S bərabərdir. Kökün altında 18 vurulsun. 18-dən bir dəfə 12-ni çıxır. 6 tərəfləri çıxır. Elə bilin ki, tərəflər neçə idi? 12 idi, 14 idi, 10 idi. 18-dən bir dəfə 14-ü çıxır. 4. 18-dən bir dəfə də 10-u çıxır. Qalacaq 8. Bunları kök altında hesabladıqda, yəni hesablanılmasını da göstərin. Belə uzun kök olanda uşaqlar parçalayın. 18-i yazın 9 vurulsun 2 kimi. 6-nı yazın 2 vurulsun 3 kimi. 4 elə çıxacaq kökdən. 8-i də yazın 4 vurulsun 2 kimi. Baxın 9-dan kök çıxacaq 3. Daha sonra 2 vur 2-dən kök çıxacaq 2. Yəni 4-dən kök çıxır 2. Burada da 4-dən kök çıxacaq 2. Buradakı 4-dən də kök çıxacaq 2. Kökün altında nə qalır? 3 vur 2. Yəni ki 6. Bunları da hesabladıqda bizə verəcək 24 kökdə. Deməli 6. Bunun sahəsi 24 kökdə 6. 24-cü sual. Bizə deyir ki, ABC üçbucağında bucaq C 90 dərəcədir. Deməli söhbət düzbucaqlı üçbucaqdan gedir. Bucaq C, yəni bura 90 dərəcədir. Bura A olsun, bura B olsun. Bizə deyir ki, tangens bucaq A 4-ün 3-ə nisbətidir. Tangens nəyə nisbətidir? Qarşı katetin bitişik katetə nisbətidir. Qarşı katetin, yəni ki, qarşıdakı katet bura olsun 4K, bitişik katetdə buna bitişik katet oldu 3K. Pifaqor teoreminə görə 3, 4-dürsə 3-ün kvadratı üstə gəlsin 4-ün kvadratı. Yəni 9 üstə gəl 16 eləyəcək 25. 25 də nəyin kvadratıdır? 5. Onda bura olacaq 5K. Bizə deyir ki, sahəsi 24-dür. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün nə edirik? N-in uzunluğuna vurup, daha doğrusu katetlər hasilinin yarısıdır. S bərabərdir 3K vurulsun 4K bölünsün 2 bərabərdir 24-ə. K-nı tapırıq ki, K neçədir? Deməli 12
k kvadratı bərabərdir 48-ə, 24-ü 2-yə vururuq. K kvadratı 4-dür, k isə 2-dir. İndi bunu hesablayırıq. Bura olacaq 8, bunu hesablayacağıq 6, bunu hesablayacağıq 10. Perimetrini istəyir. Perimetrdə hər bir tərəfin cəmidir. 6 üstə gəl 8, üstə gəlsin 10. Bu da bizə verəcək nəyi? 24. Keçirik 25-ci suala. 25-ci sualda bizə deyir ki, qutudan 18 ağ və 8 qara kürəcik var. Qutudan təsadüfən 2 kürəcik çıxarılır. Çıxarılan kürəciklərin hər iki kürəciyin göy rəng olması hadisəsinin ehtimalı. Uşaqlar, bizdə qutuda olan kürəciklər ağ və qaradır. Göyün çıxma ehtimalı isə yoxdur. Ehtimal yoxdursa, onda ehtimal nəyə bərabər edirik? Ehtimal P hərfidir. P bərabərdir 0-a. Bu sizin birinci sınağın izahı. Növbədə digər sınaqların izahları olacaq. Əvvəlcə işləyib baxırsınız inşallah. Nəyi başa düşməsəniz də yenidən göndərin mənə izah edəcəm.